Bizə deyir ki, Alözə çörək aparmın, işləmir, taksi fəaliyyətində işləyib, ailə uşağımıza çörək aparmın. Kanal 21'e müraciət edən Şirvan şəhər sakini olan bir qrup taksi sürücüsü Azakənd marşrutunun rəhbəri Kamal adlı şəxsdən şikayətçidirlər. Onlar bildirirlər ki, Şirvan şəhərində avtovağzal olmasına baxmayaraq köhnə bazar ərazisində köhnə marşrutlar dayanır. Orada olan taksilərə isə müştəri aparmamasına görə marşrut sürücüləri tərəfindən hədə qorxu gəlinir. Məsələ ilə bağlı taksi sürücüləri bildirirlər ki, şəhərdə rəsmi avtovağzal mövcud olduğu halda marşrutların özbaşına şəkildə köhnə bazar ərazisində dayanması qanunsuzdur. Şikayətçilər iddia edir ki, Azakənd marşrutuna rəhbərlik edən Kamal adlı şəxs bu vəziyyətə göz yumur, bəzən isə dolayı yolla dəstək verir. Şikayətçilər iddia edirlər ki, Azakənd marşrutuna rəhbərlik edən Kamal adlı şəxs bu vəziyyətə göz yumur. Nəticədə dolanışığını taksi sürməklə təmin edən sürücülər ya müştərilərdən imtina etməyə məcbur qalır, ya da davamlı təzyiq altında işləyir. Onlar Kanal 21 vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edirlər. Ətraflı vətəndaşların öz dilindən dinləyək. Məmməd Oğuzlar, mən müharibə veteranıyam. Taksi işləyirəm, ailəmi dolandırmaqdan sarı köçünlü müharibədə iştirak eləmişəm. Ailəmi dolandırmaqdan sarı taksi işləyirəm. Bugünkü gün ancaq Şirvan şəhərində avtovağzallar ola-ola gəlib burada köhnə bazarda marşrutlar dayanır, plus da bizə hədə qorxu gəlirlər. Gəlib söyüşlə də danışırlar ki, yəni burada durmayacaqsınız, biz pul veririk, biz nə qarırıq, nə edirik. Yaxşı, bu dövlətdə gedib döyüşəndə, gələndə gəlib, hə, sən bizim oğlumuzsan deyirlərsə, indi də bunun üçün də dalımıza dayansınlar. Qoy işləyə ailəmizə çörək yaparaq da. Bir dənə də atırlar ortaya sənət. Sənətə qalsa emin orada elə 15 nəfərlik yerləri var, yığırlar 30 nəfər ağzından kimi gedirlər. Bəs o hansı qanunda yazılıb, belə baxanda. Belə də taksi ilə gedən istəyir biz olduq, biz olmadıq. Yenə də minib taksiyə gedib. Onların haqqı orada olar ki, biz marşrutdan çağırıb adam düşürlər, o başqa şeydir. Özləri gəlirlər ki, qardaş, biz taksi ilə getmək üçün, biz marşruta minmirik. Yəni, bugünkü gün onlar da bizə gəlib burada hədə qorxu gəlir. Xahiş edirəm, köməkli eləyin, biz də ailəmizə bir tikə çörək yapara bilək. Sayev Qəşəm Xanoğlan oğlu, birinci müharibənin veteranı, oğlum da 44 gün müharibə iştirakçısı veterandır, 4 dədə medal var dövlət başçımız tərəfindən. Bizim nə icra başçısından, Şirvan icra başçısından nə şikayətimiz var, nə polis rəisindən şikayətimiz var. Bizə doğrudan da bunlar polis tərəfdən də, icra tərəfdən də böyük hörmətlər olunur. Bizim şikayətimiz ondan ibarətdir, bir dənə Azadakən Şirvan işləyən marşrutlardandır. Bir də onların qlabarı, adı nədir onun? Kamal müəllimdəndir. Bizi burada sıxışdıran olardı. Bizə deyir ki, Alözə çörək aparmın, işləmir, taksi fəaliyyətində işləyib, ailə uşağımıza çörək aparmın. Sizdən xahiş edirəm, bizim bu şikayətimizə baxılsın, necə lazımdır. Allah sizə də can sağlığı versin, dövlət başçımıza da can sağlığı versin. Biz onunla həmişə fəxr eləmişik, eləyəcəyik də. Biz yumruqlarımız hamı o kişi ilə birgədir. Avtovağzal olaraq raflar niyə görə gəlib başqa yerlərdə marşrut işləməyə, yaxud bizi ilə dalaşmağa məcbur olur. Biz sizdən xahiş edirik. Avtovağzalda həmin raf şoförləri gedib avtovağzalda işləyib, biz də onlara maşatçılıq, ya onlar bizə maşatçılıq eləməsin. Biz xahiş edirik. Bizim şikayətimiz bu Azakənd marşrutlarının sürücülərindəndir, marşrutlardandır. Gəlir dayanır bazarın ətrafında, gəlib gedən maşınlara maneə olur, maneə yaradır. Özlərinin yaşları keçib, bizim nə yol polisindən, nə icradan, nə departamentdən, nə başqa şəxslərdən heç birindən şikayətimiz yoxdur. Allah onlardan razı olsun. Sadəcə olaraq bura bizi çox əziyyət verir, xalqa çox əziyyət verir. Biz qorxumuzdan uşağımızı, böyümüzü o marşrutlara mindirə bilmirik. Çünki yaşları keçib, hələnin 75 yaş, 70 yaş var. Biz qorxuruq. Bu günləri uşaqlarımız var ki, hazırlığa gəlir, məktəbə gəlir, ailəmiz gəlir, bazarda dalacan. Sadəcə bunlar sıxışdırır. Nə xalqı balaca maşına minəndə özləri marşruta götürmür. Ya minəndə bir dedikodu yaradırlar, söz-söhbət yaradırlar xalq arasında, maşınlar arasında, yoldaşlar arasında söz-söhbət gətirib çıxardırlar. Buyurun, baxın. Dayanacaqda marşrut işləyir. Azadakənd Şirvan dayanacaqda. Bunun nə avtovağzalın olmalıdır, ya da hansısa bir yeri müəyyənləşdirməlidir, gedib oradan işləməlidir. Burada verirlər, nə inirlər ki, bunlar gəlib küçədə dayanırlar, maneə yaradırlar, gəlib keçən maşınlara, xətti taplayır, cərimələr düşür.
sürücülərə nə dərəcədə düzgündür? İlkin Abdullah. Burada bizim şikayətimiz burada dayanan Azdakənd marşrutlarındandır. Deyir, vapşı burada dayanmır. Trassa, zatda biz sizi görməyək deyir. Buran deyir, yer pulsunu da veririk, dövlətə veririk, hara veririk, nə qədər deyir, pullar deyir, veririk, siz buralarda görükmün. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək ümid isə aidiyyəti qurumlara və Allaha qalır.